Bəzən bir qələbənin dadı, həm də bir parça çörəkdə gizlənir. Bu, 90-cı illərdə Qarabağda döyüşmüş keçmiş zabitin 30 il sonra doğma torpaqları azad etmiş əskərlər üçün bütöv vətən ətirli çörək bişirərək yazdığı uğur hekayəsidir. 1990-cı illər Qarabağ döyüşləri çox yaxşı yadımdadır. Mən özüm qazi zabitəm. O döyüşlərin iştirakçısıyam. Qayıtdıq, amma natamam. Adil Həsənov, sahibkar. İllər keçdi, mən özümü un və çörək istehsalında tapdım. Amma ürəyimdə bir inam vardı. Bir gün gələcək vətənimiz öz bütövlüyünə, mən isə uğrunda döyüşdüyüm torpaqlarımıza qovuşacağam. Və 2020-ci il. Zəfər xəbərləri gələndə aydın oldu. Mənim ikinci cəbhəm indi başlayır. Beləcə 2020-ci ilin dekabrında Şuşada ilk ocağımızı yandırdıq. ASSU-nun işğaldan azad edilmiş torpaqlarımızdakı hekayəsi belə başladı. Bu biznesə başlamaqdan çox vətən qarşısında vətəndaşlıq borcu idi. Bu qətiyyətin arxasında dövlət dəstəyi dururdu. Kobiyanın təmin etdiyi dəstəklə işğaldan azad olunmuş torpaqlarımızda çörək istehsalına başladı. Agentlik sənədləşmə işində kömək etdi, maliyyə məsələlərində dövlət qurumları ilə aramızda vasitəçi oldu. Dövlətin bu dəstəyi bizə inam verdi. Hər sobada bişən çörək əslində o inamın məhsulu idi. Beləliklə istehsalı Laçında və Hadrutda genişləndirdik. Amma ən böyük arzumuz əlbəttə Xankəndi idi. Nəhayət 2023-cü ilin sentyabrı, 30 il susan Xankəndi çörək kombinatı sanki suyu sovrulmuş dəyirman idi. Dövlət dəstəyi ilə onu yenidən dirçəltdik, can verdik. Bu işdə dövlətin güclü dəstəyini hər zaman yanımızda hiss etdik. İstehsalımızı Xankəndinə köçürdük. Xankəndə bişən hər bir çörək azad Qarabağın, suveren Azərbaycanın suyunun, torpağının dadıdır. İşğaldan azad olunmuş torpaqlarımız bugün təkcə zəfərimizin simvolu deyil, həm də yeni biznes imkanlarının məkanıdır. Kobiya bu yolda sahibkarların etibarlı tərəfdaşıdır.